İndiyənə kimi Quranın elmi və ya tarixi tərəfdən möcüzələrini anlatmağa çalışırdıq. Amma çoxumuz bilmirik ki, Quranın ən böyük möcüzəsi onun bəlağatıdır. İnşallah bir gün YouTube-a da bunun ardını çəkərik. Quranın bəlağat möcüzəsi dedikdə nəyə nəzər tuturam? Bir örnək verim. Fonologiya adlanan bir elm var. Bir növ təbiətdən çıxan səslərin kəlmələrə dönüşməsini öyrənən elmdir. Bu səslər dünyadakı hər bir insanın aşina olduğu səslərdir. Məsələn, sənə desəm, qapını döymə səsini mənə kəlmələrlə ifadə elə, ağlına ilk tık-tık və ya maksimum tak-tak gələr. Mənə desəm ağlına inək, mənə desəm boyun gələr. Quranda da tam eyni bu sistem var. Məsələn, Qamər surəsi 1-ci ayədə ayın yarılmasından bəhs olunur. Ərəbcə qarşılığı belədir. Mən şaqqal qamər. İndi belə mənə bir şeyin ikiyə yarılmasını dillə necə ifadə edərsən desən, şaqq etdi, yarıldı deyərəm. Ayə də özünü tam o cür ifadə edir. Mən şaqqal qamər. Ay yarıldı, şaqq etdi, yarıldı kimi. Başqa bir ayədə belə deyilir. Xeyr, can boğaza çatanda çarə tapan yoxdurmu deyilər. Baxanda görünür ki, insanın ölüm anından danışılır. Yəni insanın bir növ canını təslim etdiyi an. Ərəbcəsinə baxsaq, vaqilə mən raq. Sanki insanın ölüm anındakı o xırıltı səsi. Qurban kəsənlər daha yaxşı bilər. Daha maraqlı bir örnək verəsi olsam, Yusuf surəsi 15-ci ayədə Yusuf əleyhissalama qardaşlarının tələ qurub quyuya atmaqlarından bəhs olunur. Alimlərimiz Yusuf əleyhissalamın atıldığı quyuda su olub olmadığını ilk başda anlamayıblar. Sonra ayənin fonetikasına baxıblar ki, ayənin ərəbcəsi vayəbətil cüb deyə ifadə olunur. Buradakı cüb səsinin suya işarət etdiyini görüb, quyuda su olduğunu sonradan qəbul ediblər. Bu hələ mənim bildiyim bir-iki örnəkdir. Gör bilmədiyimiz nələr var. Keçən bir videomuzda Qurandakı sözlərin oxunuşunda çıxardığı səsləri ilə özünü ifadə etməsindən ətraflı danışdıq. Bu, həmin videonun ikinci hissəsidir. Hətta o videonu çəkəndən sonra daha çox örnək varmı deyə ayələrə baxmağa başladıq. Və qarşımıza çox təəccübləndiyimiz ayələr çıxdı. Örnək olaraq, Vaqiə surəsi 83-cü ayənin məalında can boğaza gəldikdə onu geri qaytarın görək deyə bəhs olunur. Həmin ayənin ərəbcəsinə baxsaq, Fələvlə izə bəlağatil hulqum kimi ifadə olunur. Diqqət etsək, sanki doğrudan da ayədə Fələvlə izə hissəsində normal səs ilə bizə oxudulur. Vatil dedikdə gücü boğaza gətirir, sanki boğaza bir ağırlıq çökür. Hulqum dedikdə isə boğaza gətirdiyi gücü çölə çıxardır. Ayə birbaşa bizə meydan oxuyur. Fələvlə izə bəlağatil hulqum. Tam boğaza gəldi, amma geri qaytara bilmədik. Başqa bir örnək. Məsələn, Ənəm surəsi 125-ci ayənin məalına baxdıqda, Allah kimi doğru yola yönəltmək istərsə, onun köksünü İslam'a açar deyə bəhs olunur. Ərəbcəsinə baxdıqda cümlənin sonunda köksünü İslam'a açar hissəsi köksümüzü açıb nəfəs aldırır kimi əyyəhdiyahu yəşrah sadrahu lil-İslam deyə ifadə olunur. Həmin ayənin ikinci cümləsinə bax, kimi də azdırmaq istərsə, onun da köksünü göyə çıxarmışcasına daraldar, sıxar deyə tam tərsindən bəhs olunan ayənin ərəbcə oxunuşu isə sanki doğrudan da boğazımızı sıxıb nəfəsimizi kəsirmiş kimi kəənnəmə yəssə'du fis-səmə deyə ifadə edilir. Baxırıq ki, tam da yerində köksümüzü açmaqdan danışan ayədə yəşrah sadrahul deyə ifadə olunur, nəfəs aldırır. İkinci cümlədə köksümüzün daralmağından, sıxılmağından danışanda yəssə'du deyə sanki boğazımızı sıxırmışcasına ifadə olunur. Quranın bütün hərfi, kəlməsi, cümləsi Allah kəlamı olduğunu açıq şəkildə göstərir. Bundan əvvəl dəfələrlə fərqli videolarda Quranın ayələrinin səslərlə özünü ifadə etməsindən danışmışdıq. Hər bir ayədə ərəbcə kəlmələr o qədər dəqiq, qüsursuz seçilib ki, hər hansı bir ayəni oxuyanda o ayənin əslində nədən bəhs elədiyini oxunuşundakı səs ilə özünü ifadə etməsindən anlayırsan. Buna örnək məsələn Loğman surəsi 14-cü ayəyə baxaq. 4-5 cümlədən ibarətdir. Bu cümlələr arasında belə bir cümlə işlədilir. Anası onu çətinlik üstünə çətinliklə günbəgün zəif düşərək bətnində daşıdı. Ayəyə baxanda görürük ki, bir ananın çətin anından, sıxıntısından danışılır. İndi həmin bu ayənin məhz bu çətinlikdən bəhs olunan hissəsinin ərəbcəsini oxusaq, "Bivəlidəyhə hamaləthu ummuhu" deyə başlayır və çətinlik üstünə çətinlik, sıxıntı üstünə sıxıntı deyəndə isə vəhnan alə vəhn deyə ifadə olunur. Fikir versək, sanki ayə oxunuşu ilə bizə o sıxıntını anladır. Bu birbaşa heyfslənmə, çətin anda bir insanın çıxardığı səsdir. Hətta başımıza bəla gələndə belə istəmədən vay vay, vah vah kimi heyfsləndiyimizi qarşıdakı insana ötürmək üçün çıxardığımız səslər var. Başqa bir örnək Məsəd surəsi, yəni məşhur adı ilə Təbbət surəsi. Bu surədə təməl olaraq Əbu Ləhəb və arvadının cəhənnəm əhli olduqlarından və orada odun daşıyacaqlarından bəhs olunur. Surədəki bütün ayələrə diqqət eləsək, sanki oxuyanda üst-üstə odun yığırmış kimi odunların bir-birinə toqquşanda çıxardığı səs ortaya çıxır. Təbbət yedə Əbi Ləhəbi və təbb. Bu digər ayələr kəsəb, ləhəb, hədəb, məsəd deyə bitir. Axırıncı örnək verəsi olsam, Quranın ən son surəsi olan Nəs surəsi. Bu surənin tərcüməsini oxusaq görəcəyik ki, təməl olaraq şeytandan və onun vəsvəsə verməsindən danışılır. Və ardınca bu surənin ərəbcəsini oxuyanda diqqət eləsək, sanki bütün ayələrdə bir ilan fısıldayırmış kimi və ya şeytan vəsvəsə verirmiş kimi fısıldama səsləri var. Qul əuzu bi rabbin nas, malikin nas, ilahin nas, min şerril vəsvəsil
xannas allazi yuvasvisu fi sudurin nas minal cinnati van nas. Burada əsas nəyə diqqət çəkmək istəyirəm? Ərəb dilində hər bir kəlmənin həm əks mənalı, həm yaxın mənalı çox qarşılığı var. Quranda seçilən kəlmələr işləndiyi yerdə danışdığı mövzunun səsini verir. Yəni qısaca Qurandakı hər bir kəlmə, hətta hər bir hərf elə seçilib ki, həm ayələrdəki cümlələr mövzunu anladacaq, həm də cümlələr içindəki kəlmələr oxunuşu ilə həmin cümləni anladacaq. Dünya üzərində Qurandakı kimi hər bir kəlmədə bu cür bəlağat ortaya qoya bilən bənzər bir kitab mümkün deyil ki, olsun. Ateistlər çox vaxt deyir ki, bunu başqa kitablarda da göstərmək olar. Gəlin ortaya altı boş fərziyyə atmayaq. Əgər varsa göstərin.